2026 Astro Bürç TV. Ruhun və hisslərin simvolu sayılan bu dolunay, kainatın qapılarını geniş açaraq yeni imkanlar üçün zəmin yaradıb. Hər kəs bu kosmik təsirdən pay alsa da, bəzi bürclər üçün səma sözün əsl mənasında şans və bolluq maqnitinə çevrilib. Astroloqlar 2026-cı ilin ilk dolunayının xüsusilə 3 bürc üçün taleyi yüklü olacağını bildirirlər. Xərçəng. Dolunayın məhz Xərçəng bürcündə baş verməsi bu bürc altında doğulanları diqqət mərkəzinə çıxarır. Uzun müddətdir davam edən zəhmətin və səbrin bəhrəsini toplamaq üçün əlverişli dövr başlayır. Xərçənglər 2026-cı ilə daha enerjili, motivasiyalı və nikbin başlaya bilərlər. Əqrəb. Su elementinin digər güclü nümayəndəsi olan əqrəblər də Xərçəng dolunayının müsbət təsirini dərindən hiss edəcəklər. Xüsusilə xarici əlaqələr, beynəlxalq layihələr, təhsil və səyahətlə bağlı mövzular ön plana çıxır. Bu sahələrdən ciddi maddi qazanc əldə etmə ehtimalı yüksəkdir. Balıq. Balıqlar üçün Xərçəng bürcündəki dolunay sanki xəyalların gerçəkləşməsi senarisidir. Sevgi həyatında romantika pik həddə çatır, hisslər daha dərin və saf formada üzə çıxır. Bir çox balıq özünü nağıl içində kimi hiss edə bilər. News 24.az